Bugün həm də milli qəhrəman Natiq Qasımovun doğum günüdür. O 1971-ci il yanvarın 2-də Gədəbəyin Kiçik Qaramurad kəndində anadan olub. 1991-ci ildə Rusiyanın Krasnoyarsk vilayətində daxili qoşun hissələrində hərbi xidmətini başa vurduqdan sonra Azərbaycana qayıdıb və könüllü cəbhəyə yollanıb. Natiq Qasımov Azərbaycanda ermənilərə qarşı 5 gün tək başına vuruşması ilə ad qazanıb. 1992-ci ilin mart ayında Xocalının Pirlər kəndi yaxınlığında 7 Azərbaycan əskəri Alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda döyüş aparıb. 6 yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən Alban kilsəsində mübarizəni davam etdirib. Tək başına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmayıb. Sonradan ermənilər Xocalıda əsir götürülən 22 nəfəri güllələmək hədəsi ilə Natiq Qasımovu təslim olmağa məcbur ediblər. Onun sonraki taleyindən uzun zaman məlumat olmayıb. Ona həsr edilən Oğul sənədli filmində erməni tərəfi Natiq Qasımovun sonraki taleyi ilə bağlı film müəlliflərinə müəmmalı cavablar versələr də onun güllələndiyi ehtimal olunur. Prezident İlham Əliyevin 2024-cü il iyunun 25-də imzaladığı sərəncama əsasən Natiq Səlimoğlu Qasımov ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adına layiq görülüb.